Hər birinizə salam. Bugün sizlərə fonetika bölməsi ilə bağlı ilk 11 sualın izahını təqdim edəcəyəm. Deməli, birinci sualda deyir ki, ölümsüzlük sözü ilə bağlı yanlış fikri müəyyən edin. A variantında yazılıb ki, yazılış və tələffüzü fərqlənir. Yəni, bu belə yazılır, amma tələffüzü belədir də, ölümsüzlük şəklindədir bu sözün tələffüzü. Ona görə burada l-dıya keçir tələffüzündə. K-da x-dirka keçdiyinə görə bu doğrudur, düzdür. Amma bizə yanlış fikir deyir deyə bunu götürmürük. Ahəng qanuna tabedir deyir. Bu ölümsüzlük sözündə bütün saitlər incə olduğuna görə və burada qalın sait olmadığına görə bəli, ahəng qanuna tabedir. Bu da doğrudur. C-də yazıb ki, yalnız şəkilçi hissəsi fərqli tələffüz olunur. Yəni, sözün kökü fərqlənmir, tələffüzü fərqlənmir də. Amma şəkilçi hissəsi fərqli tələffüz olunur, bəli. Bu da doğrudur. Çünki fərq bir dənə lük şəkilçisindədir ki, o da l-dıya keçdiyinə, k-da x-dirka keçdiyinə görə. Bu da doğru olur. Qarşılığı olmayan 3 dənə samit işlənmişdir. Əgər samitlərlə və saitlərlə bağlı, onların bölgüsü ilə bağlı fikir səsləndirirsə, variantda isə, onda tələffüzünə baxırsınız, yazılışına baxmırıq. Hərf tərkibi desə, yazılışa baxırıq. Səs tərkibi desə, tələffüzə baxırıq. Və samitlərdə səs tərkibi olduğuna görə tələffüzə baxılır. Və burada da demək, qarşılığı olmayan 3 dənə samit yoxdur, 2 dənə samit var. Tələffüzünə baxırıq ki, l var, tələffüzündə qarşılığı olmayanlardan bir də m var. Və təkcə bunların qarşılığı yoxdur. S-nın qarşılığı z-dır, z-nın qarşılığı s-dır, d-nın qarşılığı t-dır, x-dirkin də qarşılığı y-dır. Demək, o birislərin hamısının qarşılığı var, amma D variantında 2 dənəsinin 3 yox, 2 olmalı idi burada. D olur səhv variant və cavabımızdır. D variantı cavabdır. E variantında səs və hərfin sayı bərabərdir. Yəni, burada səs artımı və səs düşümü olmadığına görə bu da doğrudur. Bəli. İndi ikinci sualda yanlış fikri müəyyən edin deyir. Eyni cinsli qoşa saitli sözlərdə hər zaman fərq yaranmır. Yəni, bu doğrudur. Məsələn, deyək ki, an sözüdür. Eyni cinsli a qoşallığı var və bunlarda tələffüzündə hər zaman fərq yaranmaya bilər. Bu doğrudur. Qarşılığı olmayan 5 dənə samit səs var. Qarşılığı olmayanlarda sonralarda 4 dənədir. L, M, N, R. Bir də boğaz samitidir, h-dır ki, bunlarda 5 dənədir qarşılığı olmayanlar. L, M, N, R cingiltili samitlərdir, L, M, N, R samitləri. Cingiltili samitlərdir, bunların kar qarşılığı yoxdur. H isə boğaz samitidir, kar samitdir, amma cingiltili qarşılığı yoxdur. Ona görə bu da doğrudur. Sonra B, D, gecə ilə bitən bütün sözlərdə fərq yaranır deyir. Bu qalsın elə. D variantındadır ki, burun samitləri ilə tələffüz olunmayan saitlərin sayı eynidir. Burun samitləri və uzun tələffüz olunmayan saitlər. Burun samitləri n ilə m-dır. Uzun tələffüz olunmayan saitlər ı-dır və ü-dür. Yəni, ikisi də 2 dənədir. Yəni, ikisinin də sayı 2 dənədir. Bu da doğrudur. E variantında eyni cinsli qoşa samitli sözlərdə hər zaman fərq yaranmır. Eyni cinsli qoşa samitli sözlərdə hər zaman fərq yaranmır. Burada eyni cinsli qoşa samitli sözlərdə hər zaman fərq yaranmır deyir. Deməli, bu doğrudur. Fərq yaranmaya bilər. Əgər sait ilə başlayan şəkilçi artırırıqsa, məsələn, deyək ki, sirrin. Yəni, burada fərq yaranmadı ki. Əgər fərq burada samitdə olur. Sait ilə başlayan şəkilçi artıranda bu olduğu kimi qalır deyə bu doğrudur. Burada olur C variantı. Çünki deyir ki, sonra B, D, gecə samiti ilə bitən bütün sözlərdə fərq yaranır. Yəni, əgər bir sait ilə başlayan şəkilçi artırırıqsa, məsələn, deyək ki, kitab, kitabın deyirik, kitaba deyirik. Burada A, Ə şəkilçisi ola bilər, ın şəkilçisi, yəni sait ilə başlayan ismin hal şəkilçiləri olduğu zaman burada fərq yaranmaya bilər. Ona görə C variantı burada yaranır yazıb deyə səhv olur. İndi üçüncü sualda hansı sözün yazılışı doğrudur deyir. Akreditasiya sözündə burada 2 dənə k var. Yəni, bu sözün yazılışı belədir. Akreditasiya.
Ona görə burada bir dənə K veribdi, səhvdir. Sonra burada hökmdar sözündə ü yoxdur. Bu da səhvdir. Kargüzarlıq sözündə burada ü ilə olmalıdır. Bu da səhvdir. Lisenziya da burada z ilə olmalıdır. Bu da səhvdir. Qalacaq material sözü. Material sözü doğru yazılıbdır. Dördüncü sualda uyğunluq pozulmuşdur. Ofsunlamaq yazılır, ofsunlamaq deyilir. L, n-ya, q, x-ya keçir. Doğrudur. Uyğunluq pozulmadı. Panoram yazılır, panoram deyilir. Bu da doğrudur. Pianino yazılır, pianina deyilir. Bu da doğrudur. Sambo yazılır, olduğu kimi, yəni sambo deyilir. Bu da doğrudur. Amma podnos yazılır, podnos. Amma padnos deyilir. Bunların yeri dəyişik verilib deyə padnos deyilir. Ona görə burada uyğunsuzluq var deyə E olacaq. 5-ci sualda sözsüz ünsiyyət birləşməsinin fonetik təhlilinə aiddir deyir. Birinci tərəfi sifətlə ifadə olunub. Birinci tərəfi sözsüz sözü, yəni sifətdir. Bu doğrudur. İkinci tərəfdə qarşılığı olmayan samit səs var. İkinci tərəfdə qarşılığı olmayan samit səs n samitidir. Buradakı n samiti doğrudur. Ona görə bu da deyil. Burada aiddir deyir də burada. Birinci tərəfi sifətlə ifadə olunub. İkinci tərəfdə qarşılığı olmayan samit var. Və fonetik təhlilini soruşur bizdən. Birinci tərəfinin sifətlə ifadə olunması bu leksik təhlil oldu da. Bu artıq yəni fonetikada leksik təhlildən danışmaq olmaz axı. Ona görə A səhvdir. İkinci tərəfdə qarşılığı olmayan samit də n-dır. N samiti sonor samitdir. N cingiltili samitdə kar qarşılığı yoxdur. Bu düzdür. Ünsiyyət sözünün mənası əlaqə, nitq anlamları daşıyır deyir. Deməli, burada bu leksik təhlilə aiddir. Fonetik təhlildə leksika bölməsindəki bəhslərdən danışmaq olmaz. Bu səhvdir. Birinci tərəfdə dodaqlanan saytlar qapalıdır deyir. Və burada 2 dənə dodaqlanan sayt var. Biri ö-dür, biri ü-dür də. Deməli, ö açıqda axı, qapalı deyil. Bu səhvdir. Birinci növ təyinli söz birləşməsidir. Bu da sintaktik təhlilinə, yəni sintaksis bölməsinə aiddir. Fonetika bölməsinə aid deyil. Ona görə bunu da çıxaraq qalır B variantı. 6-cı sualda tələffüz şəkli yanlış olan sözü müəyyən edin deyir. Deməli, burada püstə yazılır, püstə deyilir, düzdür. Sonra kəfkir yazılır, kəfkir deyilir, düzdür. Kontakt yazılır, kontakt deyilir, düzdür. Alqışlanmaq, bu da düzdür. Amma ki, sayıqlayan səhvdir. Çünki bu sözün yazılışı belədir. Sayıqlayan. Amma tələffüzü belədir. Sayıqlayan. Bu şəkildədir. Amma burada A ilə veribdir və A Ö-yə keçmədiyinə görə burada səhvlik yaranır. Yedinci sualda tələffüz zamanı daha çox fərq olan sözü müəyyən edin. Demək, pıçırlamaqda L, R-ya keçir. Burada bir dənə fərq var. Bir də Q, X-ya keçir. Burada oldu 2 dənə fərq. Sönməyəndə sönmüyən deyirik. Buradakı ə, ü-yə çevrilir. Burada olur bir dənə fərq. Stasionar sözündə i ilə o-nun arasına yo gəlir. Bir də o a-ya keçir. Burada oldu 2 dənə fərq. Aidlik sözündə aidlik olacaq. A ilə i-nin arasına yo gəlir. D, t-ya keçir. Aidlik olacaq da. L, d-ya keçir. Və k-da xiştirika keçir. Burada oldu 4 dənə fərq. Hündürlük sözündə də L, r-ya keçir. K-da keçir xiştirika. Burada da yarandı 2 dənə fərq. Yəni oldu D variantı. Yəni ən çox fərq olan D variantıdır da. Məsələn, ən az fərq olanı soruşsaydı B olardı. Amma bunu soruşmur, bunu soruşur deyə D-dir. 8-ci sualda hansı sözün yazılışı yanlış, deyilişi düzgün göstərilib deyir. A variantında yastı dabanlı. Yastı dabanlı yazılışı doğrudur bunun. Yastı dabanlı tələffüzü də doğrudur. Burada amma yazılışı yanlış, deyilişi düzgün olmalıdır da, bu deyil.
B variantında yeknəsək, yəni yazılış da düzdür, tələffüz də düzdür deyə burada da bununla işimiz yoxdur. C variantında yüzlərlə yazılır, yüzlərlə deyilir. Bu da doğrudur. Sonra D variantında vicdanlı yazılır, vicdanlı deyilir. Burada bunun deyilişi düzgün göstərilmiş sözü soruşurdu da bizdən. Amma burada L vicdanlı şəklindədir. Bunun deyilişi düzgün deyil. Yazılışı düzgündür deyə bu da deyil. Funikülyor sözü isə doğrudur. Çünki bunun yazılışı da elə belədir, tələffüzü də belədir. Tələffüzündən deyilişi fərqlənmir də. Ona görə E olur. İndi 9. Deyir ki, hansı sözü def içərisində yəni düşünsək doğru olar. Def içərisində düşünsək doğru olar. Deməli, burada akreditasiya yazılışdır. Bunların hamısı yazılış şəklində verilibdir. Buradakıların samit, meditasiya, sehirkar yazılışdır. Amma vaxtaşırı sözü tələffüz formasında. Yəni bunu biz belə tələffüz formasında götürə bilirik. Ona görə cavab olur B variantı və bunun yazılışı belədir əslində. Vaxtaşırı, amma t-dıya keçir də tələffüzündə. Bu keçdiyinə görə bunu götürmək olar belə. Keçidik 10-cu suala. Deyir ki, Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Monoqrafiya və şokolad sözünün fonetik təhlillərini tapacağıq burada. Tərkibində dodaqlanan sait səs yoxdur deyir. Və burada monoqrafiyada dodaqlanan sait yoxdur. Amma şokoladda da dodaqlanan yoxdur. Bu biri də gətirib qoyublar monoqrafiyanın altına. Amma belə olmalı deyil ki, bu ortaq olmalıdır. Bir səhvdir. Deməli, bir onlara çıxırıq. Ahəng qanunu pozulmuşdu deyir. Şokolad sözündə pozulmayıbdır, amma ahəng qanunu pozulmuşdur, monoqrafiyada pozulubdur. 2 doğrudur və doğru yerə yazılıb deyə götürmək olar. 3-də deyir ki, deyilişi yazılışı arasında eyni sayda fərq var. Monoqrafiyada 2 dənə fərq var. Şokoladda amma 3 dənə fərq var. Yəni eyni sayda fərq olmuş olmur belə olanda. Eyni sayda fərq olmuş olmur. Deyilişlə yazılış arasında eyni sayda bir fərq var da burada. Və bunu ortaq verib də eyni sayda deyil deyə bunu da götürməyəcək də. Bu da gedir. Tərkibində yalnız eyni qalın sait işlənmişdi. Qalın sait səs işlənmişdi. Şokoladda A var, monoqrafiyada da A var deyə bu da doğrudur. 2, 4. Tərkibində qarşılığı olmayan samit vardı. Şokoladda L var. Və monoqrafiyada da M ilə N var da, ortaq olmalıydı bu. Ona görə bu da səhv verilib dedik, götürməyəcək bunu. Kar samitlərin sayı daha çoxdur. Kar samitlərin sayı daha çoxdur. Burada şokolad sözü